Ya sülh olacaq, ya da İran üçün son 8 gündən qat-qat dəhşətli faciələr yaşanacaq. Bunu Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump Ağ Evdən etdiyi müraciət zamanı bəyan edib. Trumpın bu sərt xəbərdarlığı Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən əsas nüvə obyektlərinə endirilmiş hava zərbələrindən dərhal sonra səsləndirilib. Birləşmiş Ştatlar lideri bu hücumları möhtəşəm hərbi uğur adlandırıb və bildirib ki, İranın nüvə zənginləşdirmə infrastrukturu tamamilə və birmənalı şəkildə məhv edilib. İranın Atom Enerjisi Təşkilatı hadisəyə münasibət bildirərək ABŞ-nin bu addımını kəskin şəkildə pisləyib. Təşkilat həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyini ləyaqətsizlik və hətta şəriklikdə ittiham edib. İran rəsmiləri beynəlxalq ictimaiyyəti hücumları qınamağa və İranın haqlı mövqeyini müdafiə etməyə çağırıb. Trump hücumdan sonra etdiyi açıqlamada İsrailin baş naziri Benyamin Netanyahunu da təbrik edib. Biz birlikdə bu dəhşətli təhlükəni, Qasım Süleymaninin varisi olan rejimi aradan qaldırmaq üçün komanda kimi işlədik, deyə Trump bildirib. Hadisəni şərh edən müxbirlər bildirirlər ki, bu zərbələr təkcə İran-İsrail münaqişəsində deyil, ümumilikdə regionda qüvvələr balansında zəlzələ effekti yarada bilər. ABŞ-nin Vaşinqtondakı müxbiri qeyd edir ki, hücum Trumpın xarici siyasətdə sərt və ani qərarlar vermək üslubunun bariz nümunəsidir. Qeyd edək ki, İranın Xarici İşlər Naziri hücumdan əvvəl İstanbulda Türkiyə prezidenti ilə görüş zamanı ABŞ-nin İsrail-İran qarşı durmasına müdaxiləsini olduqca təhlükəli adlandırmışdı. Trump əlavə edib ki, əgər Tehran tərəfi danışıqlara oturmasa, gələcək hücumlar həm daha asan, həm də daha dağıdıcı olacaq. Onun sözlərinə görə bugünkü zərbələr xəbərdarlıq xarakteri daşıyıb. Bununla belə ən çətin və bəlkə də ən ölümcül hədəflər seçilib, lakin başqa hədəflər də hələ də masadadır.